Salam, hər vaxtınız xeyir. Bu gün mən Elşad və Uğur Kürşad sizə Səfəvilər haqqında danışacağıq yenə. Amma bu dəfə fərqli açıdan. Xoş gəlmisən. Xoş gördük. Keçən dəfə Səfəvilər haqqında Şah İsmayıl və Səfəvilərin döyüşləri haqqında biraz danışdıq. İndi isə istəyirəm mən 235 illik Azərbaycanın ən uzun ömürlü dövlətlərindən biri olan Səfəvinin nəyə görə dağıldığını danışasan bizə sən. Çox qəşəng. 10 dəqiqə qabaq yaranışdan danışmışdıq. Ona görə uzun müddət əvvəl. Bəli. Belə söyləyim. Bu əslində çox geniş bir mövzudur. Bir imperiyanın yox olmasının çox detal ola bilər. Biz bunu kitablarda hər yerdə ümumiyyətlə daxili və xarici səbəblər olaraq bölürük. Daxili səbəblərə və xarici səbəblərə böldükdə birinci daxili səbəblərdən danışaq. Ümumiyyətlə hər bir imperiyanın bir zəifləmə dövrü olur. Bir dinamik yüksəlişi olur, sonra zəifləyir və çökür. Əgər institutlaşıbsa biraz uzun yaşayır Roma imperiyası kimi, Osmanlı kimi. Yəni institut varsa orada, sistematik varsa. Səfəvilər də institutlaşmış bir dövlət idi. Çünki xalq tərəfindən çox güclü legitimliyi var idi. Xalq dəstəkləyirdi Səfəvi hökuməti. Məsələn, Səfəvilər çökəndən sonra uzun müddət xanlıqların Qacarları tanımaması, Əfşara qarşı çıxmasının da səbəbi o idi. Çünki Səfəvilər qədər yüksək reputasiyaya sahib deyillər. Səfəvilərin çox üstünlüyü Azərbaycan tarixində yüksək reputasiyadır. İstəyirlər onu. Çünki onun bir dini amilin təsiri yüksəkdir burada. Yəni inanc amili. Çünki o dövrün dövlətlərin hamısı elədi. Bunlar kommunist deyil, nasionalist deyil. Bunlar o şeyə baxırlar. Təbii ki. O dövrdə bütün dövlətlər belədir. Məsələn, göy türklər özləri nə deyir? Biz göydən gəldik. Mənim atam göydən gəldi, xalqın üstünə oturdu. Yəni xalqı idarə etməyə başladı. Yəni seçilir. Belə deyirlər, onlar oturdu. İki formada deyirlər. Deyir ki, budunun üstünə oturdu. Ya da deyirlər ki, bütün xalq məni görür. İki formada. Bu deməkdir ki, mən hakiməm qədim türk dilində. Bir də gözümdə canlanır. Mən oturmaq mən də düşünürəm ya, bütün böyük bir adam oturur bütün Altay dağlarında. Okay, əla. Ümumiyyətlə bunlar beləcə çox güclü legitimli olan bir toplum idi. Birdən-birə niyə çökdü? Səfəvilər dövlətini quran türkmənlərdir. Qaçılmaz faktor. Yəni ordu budur və bir şey deyim, həqiqətən burada böyük bir dilemma başlayır. Dövlətin qrupdur ya, həm də reputasiyası da yüksəkdir, istədiyində eləyir. Məsələn, Şah Abbası biz günahlandırırıq. Ay bunu elədi ona. Biz yəni çox o yəni. Amma bu yanlış bir məncə yanaşmadır. Çünki düşün, Məhəmməd Xudabəndə döyüşə girib şeylə Osmanlı ilə təkəli ilə Rumlu tayfası bir-birinə girir Xorasanda. Qırırlar bir-birini. Təkərlərə qarşı qırğın törədirlər. Sonra təkəli keçir Osmanlı tərəfə. Niyə? Və yaxud da ki baxırıq ki, məsələn Abbasın dövrünə baxırıq ki, Mürşid Quluxan bu deyir ki, get Xorasanı xilas elə, Xorasanı özbəklərdən qoru. Onun yerli əmiri ilə arası yox deyə getmir, arada Herat gedir. Arada Xorasan gedir, dağıdırlar. Düşün, yəni çox irrasional, insan emosiyalarına fokuslanmış bir dövlət quruluşu formalaşıb. Şah Abbas normal olaraq buna elə reaksiya vermədi. Bu arada Şah Abbasın anasını da öldürüblər, qardaşını da öldürüblər. Həminki o qızılbaşda. Çünki birini çox güclüdülər və birazcıq bunların əleyhinə gedəndə reaksiya verirlər. Birinci dilemması buradan başlayır. Bax Səfəvilərin çöküşü dedi ya. İlk dilemma budur. Yəni əlavə edə bilərəmsən? Hə, təbii ki. Bax Şah Abbas dedin, o çox gözəl bir nüansdır. Çünki Şah Abbas dövlətdə ümumiyyətlə həmişə balans olur da. Tarixdə döngü var, zəif hökmdarlar zəif zamanlar yaradır, zəif zamanlar güclü şəxslər yaradır, güclü şəxslər yenə güclü zamanlar yenə zəif şəxslər. Bəli, tarihin tendensiyası. Döngüdür də, düzdür? Bəli. Şah Abbas o döngüdə olan güclü insandır. Ondan əvvəlki zəif dövrü var. O vəziyyətə gəlməyin səbəbi də bilirsən nədir? Şah Abbas görür ki, ümumiyyətlə türkmənlər həmişə belədirlər. Osmanlı da bunu belə eləyir ki, Bayezid zaten ona görə serblərə üstünlük verməyə başlayır. Türkmənləri çıxardır, amma biraz səhv eləyir çünki Teymur gəlir, götürür türkləri o zaman. Şah Abbas baxır ki, türk əmirləri artıq özbaşınalıq eləyirlər. Və o bilirsən də çadıra girib, çadırdan taxt otağına girib, taxt otağından çıxanda tuğların başında 12 dənə Səfəvi əmirinin başına çıxmaq söhbətini. Bəli. Yəni birinci o döngü ilə qırır. Sonra yavaş-yavaş qırır. Amma Şah İsmayıl da belə bir şey eləmişdi. Ağlıma gəldi, ona görə o sözü kəsdim əslində. Şah İsmayıl dövründə Şah İsmayılın ən yaxın adamı kim idi? Hüseyn bəy Lələ. Bunun lələsidir də, hər şeyi buna öyrədən. Hüseyn bəy Lələ Şah İsmayılın qərarlarını artıq sorğulamağa başlayır. Qarışmağa başlayır. Biraz güc, otorite əldə edəndən sonra. Mən böyütmüşəm falan zat söhbəti. Şah İsmayıl belə baxır bir dəfə deyir ki, gedirsən Xorasan vilayətinə, orada əmirlik eləyəcəksən. Bəli. Bu arada çox qəşəng detallı Xorasan əmirliyi məsələsi. Fikir vermişəm, məsələn Şah Abbas da ilk başda onun cəzalandırmaq üçün Xorasana göndərirlər. Ya Xorasan, ya harasan göndərir. O bilsən nədir? Yəni statusunu alır əlindən ki, sən şəxs önəmli deyil, dövlət önəmlidir prinsipini yaradır. Başlayırsan. Şah Abbasdan əvvəl mühasibə qədər onu eləyən heç kəs olmur deyə əmirlər başlayırlar qudurmağa. Bəli. Bu birinci səbəbdir. Yəni bu adam məcburiyyətdən Şah Abbas
türkmənləri zəiflətmək üçün bir də bir tacik elitası var, bürokratlar. Bir var qızılbaşlar, iki gücdür. Bunlar bir-birindən döyüşür. Təbii ki, qızılbaşlar üstün çıxır. Amma üçüncü qüvvəni yaradır, qulamları. Və bu üçlü bir quruluş yaranır Səfəvi imperiyasında və burada bir məsələ də ortaya çıxır. Artıq qızılbaşlar bir növ dövlətdən küsür və qulamları birbaşa dövlət özü maliyyələndirməlidir şah. Neynir? Qızılbaşlardan torpağını alır. Türkmənlərdən torpağını alır, dövlət mülkiyyət eləyir və oradan qazandığı pulla da daimi ordu, yəni qulamlardan yetişdiyi qul ordusunu Yeniçərilər kimi. Qul ordusuna ermənilər, gürcülər, çərkəzlər hamısından yığdığı xristian uşaqları müsəlmanlaşdırılmış versiyası da qullar. Çünki müsəlman köl olmaz axı. Ona görə nə etməlidir? Xristiandan götürməlidir. Götürür onları orduya yığır. 12 min, 12 min, nə bilim 20 min, 30 min hər dəfə detal yazırlar. Və bunu Avropa standartlarına görə, məsələn, Robert Shirley ilə Anthony Shirley, İngiltərə Essex vilayətindən gəlmiş şəxsdir. Onların belə İran belə səyahətləri zad yazıları var, Persiya zad yazılar, bilirsən, onlar bizə elə deyir. Məsələn, bu çox normaldır Persiya demələri. Biz də Qrek demirik, Yunan deyirik. Niyə? Çünki İoniya kiçik Asiyada olub. İlk onu görmüşük, ona görə Yunan demişik. Təbii ki də hərə özü çox normal adlandırma. Yəni adlandırmaya taxılmayaq, dirişməyin. Franka demək və hə, Frəngisə, bütün Avropaya French deyirik. Bütün Avropaya deyirik. Bütün Avropaya French deyirik. Onlar da bütün şərqə Persiya deyirlər. Çox normaldır. Bu ordunu müasirləşdirir, qulam ordusu yaradır. Bunu nə etməlidir? Bizən deyəcəklər. Hə. Risk söhbətdən çıxıb başqa bir şey daşıb qayıdırırlar. O mənim xasiyyətimdir. Ümumiyyətlə bu yaradırdı ya, ona pul verməlidir. Torpağı götürür qəşəng qızılbaşdan, deyir, bəri ver onu, bəri ver. Qamarlayır və oradan qazandığını verir qulama. İlk başda çox yaxşı taktikadır, amma uzun oyunda nə olacaq? Ziyan verəcək. Çünki müharibə olmaqdır. Birincisi boş-boşuna pul xərcləyirsən. Pul xərcləyirsən. İkincisi isə şeydir, sənin iqtisadiyyatın da bir daimi ordunu saxlayacaq iqtisadiyyat deyil. Yəni bu sənayeləşmə dövrünün taktikasıdır əslində. Sənayeləşmə dövründə artıq böyük orduları saxlaya bilirdin, çünki davamlı iqtisadiyyatın var idi. Sən o dövrün ikinci iqtisadiyyatı ilə 30-40 minlik bir qulam ordusu saxlaya bilmərsən. Buna görə də həm qızılbaşlar küsür uzun oyunda. Bax qısada yox, qısada xeyir verir. Amma zamanla qızılbaşlar həm küsür. Deyir ki, mən elədim falan, amma yenə də güclüdürlər. Hər şeyə rəğmən ordunun böyük qismidir. Ordunun böyük qismidir. Və zəifləyir. Beləcə qızılbaşların bir növ hökumətə qarşı baxışı biraz dəyişməyə başlayır. Bu elə bir daxili səbəblərdən biri kimi götürə bilərik. İkinci səbəb kimi götürək effektsiz, bacarıqsız. Sən bayaq söylədin. Yəni güclü lider, yaxşı vəziyyət, zəif adam. Həmin o prinsip. Hərəmxanada yetişən liderlər ortaya çıxmağa başlayır. İdarəçilər. Osmanlıda olan söhbət. Hər problem, hər dövlətdə bu problemdir. Osmanlıda sən demiş, 1-ci Əhməddən sonra Əkbər Ərşad sistemi gətirildi. O zibilin çıxardı dövlət. Bəli, Əkbər Ərşad sistemində artıq o həyatda qalma təhlükəsində qorxu yaşayırlar. Bəli, şizofren olurlar. Yaşayırlar və uğursuz şəxslər ortaya çıxır. Eyni səhvlərdə də baş verir. Səhvlər məsələn Sultan Hüseynə baxsan, Şah Sultan Hüseyn. O nədir axı? Tamam, heç kəs bir şey demirik, amma ondan öncəkinə bax, bir də sonrakına bax. Nə qədər bu idarəçilikdən söhbət gedir. İdarəçilik nə qədər uğursuz olduğu görsənir. Bacarmır. Və təsir altına düşən də belə adamlarda. Çünki ömür az adam tanıyır. Məsələn, mənim özümdə də 20 yaşıma qədər çox da 21 yaşıma kimi xaricə gedəndən sonra daha çox adam gördükcə dünya görüşün artır. Bilirsən nətər davranmaq. Oxumaqla bu düzəlmir də, təcrübə ilə düzələn bir şeydir. Bu adamlar məsələn Şah İsmailin gördüyü sifət qədər sifət görməyib də yəni. O çox iz görməlidir, yetişsin. Yaxşı mənada. Yəni yetişsin də, yəni çox sifət görməli, çox insan tanımalıdır, çox. Biri var ki, sən doğulandan öncə döyüşün içindəsən, bir də var. Demək, bir də burada bir detal da var. Hərəmxana güclənir axı. Bu hərəmxanda yetişir. Orada xədimlər var, qadınlara o baxan və də qadın hakimiyyəti güclənir. Bu qadın hakimiyyəti və hərəmxanada o dövrdə qadınlar hakimiyyəti uğursuz insanlar deyil, qətiyyən bunu demirəm. Sadəcə olaraq hərəmxananın kişisi qadını da fərqi yoxdur, ikisi də uğursuzdur. Hərəmxananın qadından söhbət gedir. Normal qadınlar var ki, məsələn Şah İsmailin xanımından söhbət olsun. Kim olub? Yəni məsələ qadın ki, cinsiyyət deyil. Məsələ orada yetişməkdir. Yetişdiyin yerdə, yəni sosial bioloji deyil, sosial məsələdir. Sən hərəmxanada yetişib dünya dövlətləri ilə mübarizə aparmaq gücü ola bilməz. Buna görə də ölkənin ilk səbəbinə dedik, türkmənlərin küstürülməsi, iqtisadiyyatın zəifləməsi, növbəti iqtisadiyyatın zəifləməsi həm də xarici səbəbdən qaynaqlanır, həm də ki, belə zəif liderlərin ortaya çıxması. Davamında danışaq nədən? Növbəti mövzu xarici səbəblər. Birinci səbəb. Şərq və Qərb arasında ticarət yolu İranın üstündən, Səfəvinin üstündən keçirdi belə. Səfəvi imperiyasının üstündən Azərbaycanı hamısını götürürdü. Qəşəng pul deməkdir, belə yağlı tikə. Əhbəy deməkdir. Ona görə biz bu gün. Qərb nə oldu? Qərb qəşəng bir dənə gəmi yolunu tapdı. Gəmi yolu daha ucuz olur bu arada. Kristofer Kolumb Avropa, bəli, Vasco da Gama'da Hindistan yolunu tapdı. Artıq şərq alternativ yolu tapandan sonra Səfəvilər üzərinə yox, okean üzərindən getməyə başladı. Bu
artıq səviyyə iqtisadiyyatının birinci zərbə idi. Çox güclü bir zərbə idi. Birinci zərbə deyil, məncə Səfəvinin çökmə səbəblərindən biri, ən birincisi. Bəli, çox böyük bir zərbədir. Səviyyə imperiyasının iqtisadiyyatı, yəni nəfəs kəsilir. Ondan da düzdür. Ondan sonra bunu deyə bilərik. Demək artıq görürük ki, həm iqtisadiyyatı zəifləyir və sən bir şey deyim, zəifləyən dövlət, iqtisadi zəifləyən dövlət bu universal bir xarakteri var. Amma hər dövlətə də düzdür, aid eləyə bilmərəm, amma ağlıma gətirdiyim dövlətlərin əksəriyyətində mən bu tendensiyanı müşahidə etmişəm ki, iqtisadi zəiflədikdən sonra bir dövlət böyük ölçüdə hansısa bir ideologiyani şişirtməyə çalışır. Həyatda qalmaq üçün. Məsələn, Almaniya gördüm, birinci dünya arasında uduzur, nə edir? Nasizmi şişirdir. İtaliya istədiyin alamır, faşizmi şişirdir. Və yaxud da ki, hansısa bir dövlət zəifləyir, Yaponiya məsələn, Avropa qarşısında zəif qalır, nə edir? Daha radikal bir ideoloji ortaya atır. Niyə? Çünki məğlubiyyətin, uğursuzluğun səhvkarı kimi bir Bir dənə söz deyərdim, amma şey olacaq, videonu paylaşa bilməyəcəm, deyirəm. Yəni ideoloji niyə güclənir? Zəifləmisən, o zəifliyi qəbul edə bilmirsən və hansısa bir yeni bir motiv tapmalısan ki, əhalini hərəkətə keçirəsən. Və bu dövrdə də buna bir növ ehtiyac vardı. Məsələn, 17-ci əsrin aid bir fransız səyyahı var, səhv eləmirəmsə brilyant alıb satırdı, o işlə məşğul idi. Yazır ki, mən söhbət eləyəndə İranda kimdənsə, hamısı deyir ki, bizim torpaqlarımızın çox işğal olunub, geri alacağıq. Adamlarda şey var, hansısa yeni ərazi fəth eləmə, fütuhat duyğusu var, yəni fəth duyğusu var. Orta Asiyaya kimi getmə, buradan Anadoluya kimi getmə. İnsanlar biz nətər düşünürük, Azərbaycan bölünürsə, eyni şey o vaxtda var idi. Dəhşət bir detaldır bu. Xoşuma gəldi bunu oxuyanda. Əslində həmin adam isə nə yazıb? Həmin adam isə nə yazıb? Deyir ki, Səviyyə sarayında hamı türkcə danışır. Bu detal da var. Məsələn, onun o sırf fars dilini öyrənməsi məsələsini götürüb qabardılar. Deyirlər ki, görürsən İranda əsas dil fars dilidir, farsça öyrənib. Amma həminki adam məsələn biraz oxuyun, davamında yazır ki, hamı türkcə danışır. Ümumiyyətlə divanda hamı türkcə danışır, çünki hamı türkdür. Yəni hamısı Azərbaycanın türkcəsində danışır. Bəli, bu adam adını unutmuşam, amma qeyd eləyəcəm aşağıda. J-dır. Yəni birinci hərfi J nöqtə. O yadında J nöqtə belə bir C-la. O bizim problemimizdir. O yazılara J nöqtə deyirəm ayda bunu tam Kəsə oxuyuruq tez ona görə. Nəysə baxırıq ki, bu adamların həqiqətən fütuhat duyğusu var. Xalqda bir istək var, amma iqtisadiyyat çöküb, nə etməlidir? Bunu əvəzləmək üçün bir ideoloji gərəkdir. Və bu dövrdə o Livanda zətdə yaşayan bəzi dindarlar var, Şia dindarları. Onlar artıq Sultan Hüseyni bu zəif yetişmiş adamın təsir altına salırlar. Onlardan da Məhəmməd Əli Baqir idi. Məhəmməd Məclisi. Məclisi Baqir idi. Belə bir adı var. Məhəmməd Məclisi bağlayan. Məhəmməd Baqirin məclisi nə bilim bu. O nə adda var? Məclisinin dövründə bu adına görə düzdür. Qaqa inanırsan ki, imtahana girsə adı çox uzun deyə vaxtın keçirərik. Yaza bilmir. Kodlaşdıran Kodlaşdırmaz. Nəysə devam. Məclisi dövründə görürük ki, şahı qızışdırır və radikal qərarlar almasına səbəb olur. Yəni radikal qərarlar addımlar atdıqca görürük ki, artıq bu zərdüştlər. Məsələn, normalda baxırıq ki, Şah İsmayılın dövründə zərdüştlərə toxunulmayıb. Xristianlara toxunulmayıb. Bəli, xristianlara toxunulmayıb. Hindulara və yaxud da ki, buddist tacirlərə toxunulmayıb. Bax bu çox gözəl bir detaldır. Yəni biz Yəhudilər himayə danışırıq 1680-1699-cu illərdə, 99-da ölüb məclisi. Ona qədər baxırıq ki, Səfəvilər normal zərdüştlər ibadətini eləyir, xristianlar da eləyir. Hətta ermənilər kilsə tikmişdilər İsfahan tərəfdə. Şah Abbasa tabe ermənilər. Sultan Hüseyn, Şah Sultan Hüseyn gedib onların kilsəsinə girmişdi, xeyir-dua vermişdi. Düşünəmirsən nətər tolerantlıq var. Sonra baxırıq ki, sünnilərlə də arası yaxşıdır. Baş vəziri Dağıstanda da sünnidir. Şah Hüseynin. Amma birdən-birə görürük dəyişim baş verir. Adam başlayır qıcıqlanmağa və birincisi cizyəni artırır, o hez tipik. Bir də başlayır zərdüştlərin bütün tikillərini, hamısı məsələ çevirməyə, dini yerlərini. Ardıca əfqanlar dirəşir ki, hamısı şey olmalısınız. Bir yandan görürük ki, buddistlər hindulara qarşı qarışmağa başlayır. Birdən-birə başlayır radikallaşmağa başlayır ciddi şəkildə. Radikallaşmağa başlayan kimi nədir? Şiədən, yəni şiə olmayan, yəni sənin eyni inancı bölüşməyən bütün əhali arasında legitimliyini itir. Məsələn, baxırıq ki, çoxlu zəngin xristianlar ölkəni tərk etməyə başlayır. Yəni tam aydın olmayanlar üçün deyim, əgər əhalidən məsələn müəyyən bir qismi var sənə tabedir və sənin əqidəndəndir. Müəyyən bir qismi var sənə tabe deyil, amma yenə sənin əqidəndə deyil, amma yenə sənə tabedir. Sən bunları əzməyə başlayanda bir qismi itirmiş olursan artıq avtomatik. Onu demək istəyirəm. Bəli, bəli. Yəni normal olaraq bu çox əsas bir şeydir. Sən çünki çox terminlə danışırsan. Ha, okey, o düzdür. Belə deyim də, keçin bayaqlığa. Loru deyirlər. Qardaş sən, loru söz nətər yaranıb? o videosunu çəkəcəm bu. Qeyd edin. Ümumiyyətlə
sən bir qrupu dəstəkləyib digər qrupu görməzdən gələndə oradakı hakimiyyətin, oradakı legitimliyi yavaş-yavaş zəifləyir və ilk üsyan da orada baş verir. Baxırıq ki, Kürdlər ilk üsyan qaldırıb, Bəluslar üsyan qaldırıb, Əfqanlar üsyan qaldırıb, Dağıstanlı Ləzgilər üsyan qaldırıb. Ləzgilər Şirvana hücum eləyir, Əfqanlar buradan ölkəni yox eləmək üçün gəlirlər. Və yaxud da ki, oradan Oman Bəhreyinə hücum eləyir. Bu tərəfdən Kürdlər hücum eləyir. Nə bilim, belə ölkə qarışıb dağılır da. Bəluslar Kirmana hücum edir və bunlar davamlı olur. 1699, 1717, 1719, 1720 belə davamlı bir hücumlar olur. Səfərlərə silsiləli hücumlar olur. Ərəb tayfaları var, Mesopotamiyaya hücum edir. Yəni o dərəcə Bədəvilər hücum edir. Bu nə deməkdir? Artıq dövlət zəifləyib. Yəni Şah Hüseynin möhtəşəm idarəçiliyinə görə ölkə zəifləyib və bu hücumların əksəriyyəti də hamısı da görür ki, qeyri-şiə ünsürlərdir. Buradan da bəlli olur ki, burada həqiqətən dini amil var. Tək iqtisadiyyat deyil, amma iqtisadiyyatın böyük rolu var. Nətər? Normalda bura problemli idi. İqtisadiyyat zəifləyən kimi elə bir problemlər üzə çıxdı. İçində normalda sənin virus vardı, bütün qrip zat içində var. İmmunitetin zəifliyi kimi ortaya çıxması kimidir. Belə deyim. Yəni normalda immuniteti düşən kimi səbəblərin hücumlar başlayır. Bu ən bəsit izahdır da yəni. Onun aynası yox. Adam Oman bizi dənizdə Hörmüzü mühasirəyə alır. Oradan da bütün ticarətimiz batır. Bəhreyndə olan qalanlar oydu da elə. Nə oydu qaqa? Gözüm ona düşmüşdü. Hörmüzə dikiblər, yetimlər gözlər. Sualın var idi? Yox. Hə, var əslində. Buyur. Deməli. Bir də ki, son detal deyim. Mən bunu 2020-ci illə məxsus bir yazı var. Matti Rudi 2012-ci il üzr istəyirəm. Yox, 2020-dir. Orada yazılıb ki, hətta Şah Hüseyn belə bir qərar almışdı ki, yağış yağanda qeyri-şiələr çölə çıxmasın ki, şiələri kirləndirər. Çox dəxlisiz. Allah məzələnirsən. Nəyə görə səncə? Vergi alsın deyə. Sonra da nətər bir dənə deyir ki, çox məntiqsizdir. Mən oxudum, heç cür anlamadım. Beynim yandı. Deyir ki, yağış yağarkən şiələr, qeyri-şiələr küçəyə çıxmasın, şiələri kirləndirməsinlər. Yəni nə dəxli kirlənmək zət. Amma ondan sonra sən nə yazır? Deyir ki, amma pul verib çıxırdı insanlar. Pul verib çıxırdılar. Bu da demək ki, adam rüşvət almaq üçün legal yollar rüşvət. Adam rüşvət almaq üçün eləyib. Aha, sualım buydu ki, abi, bu qədər vəziyyət sonra Səfəvilər dağılır da, düzdür? İndi bundan sonra Mirvay Sotaqi söhdürəcək ölkəmizi. Hə? Mirvay Sotaqi. Deyirəm də. Bu məsələn, bu sistem göstərir ki, dağılmağa doğru gedir. Bəli. Səncə nəyə görə bir nəfər çıxa bilmədi bu vəziyyətdə ortaya? Çox qəşəng sualdır. Əslində çıxdı da, nadir çıxdı, amma Səfəvilər alternativ bir liderə şans tanımırsan. Məsələn, baxırıq ki, Əfqanlara qarşı uğurlu dirəniş göstərən bir qızılbaşı olub, sərkərdəsi, onu da həbsə atıb. Bilinməyən səbəbdən. Bəlkə də həqiqətən haqlı səbəbdən atıb. Amma baxırıq ki, adamın kadrı yoxdur. Məsələn, bir kadr var, götürüb Əfqanistana hakim kimi qoyub o tərəflərə. Qəndəxarazadə o tərəflərin desən hakim idi. Adı Georgidir deyə adını Gürgün qoyub, nə bilim, baxım onun adına Gürgün qoyub adını. Nəysə bu adam gürcüdür. İlk Səfəvlərə xəyanət edib Osmanlı tərəfə keçir. Yəni belə tərəf dəyişdirən bir adamdır. Sonra bunu götürürlər, aparıb şatırlar o tərəfə ki, get Əfqanistan tərəflərində hakimiyyətdə ol. Baxırıq ki, Mirvay Sotaqi xana dirəşir ki, şiə ol, belə sünni. Bunu çox Hüseyn təsir eləyir. Bu da icazə istəyir ki, bu arada reputasiyası yüksəkdir Mirvay Sotaqi xanın, yaxşı insan olduğu deyilir də, sevilən bir insandır, yəni öz reputasiyası var. O da icazə ki, mən Məkkəyə gedə bilərəm. Məkkəyə gedir və orada deyir ki, bu adama mən üsyan qaldıra bilərəm, bunun dini tərəfi varmı? Çünki o da müsəlmandır, mən də müsəlmanam. Görsən bir nətər görürlər. Orada deyirlər ki, olar. Bu haqq alandan sonra gəlir İsfahana, yalandan deyir ki, o Gürcün sənə qarşıdır. O dövrdə Məkkəni kimlər idarə edirdi? İngilislərin agentləri sayəsində olan adamlar. Ola bilər, mən ona baxmamışam. Bundan sonra bu neçənci ildir? Bu təxminən 1700-cü ilin əvvəlləri. Yox, onda olmaz. Olmaz məncə də. Nəysə bu 1715-də ölüb Mirvay Sotaqi xan, 1711-10 dolar. Dəqiq bilmirəm ilin. Hadi o ərəfələrdir. Bu gəlir İsfahana. İsfahana gələndən sonra bunu göndərirlər təzən Əfqanistana. Bu adam Mirvay Sotaqi xana və orada bunun gəldiyini görən Gürgün bunu aşağılayır, qızına söz atır. Yəni deyir ki, qızını göndər tərzində. Yəni evlənim onunla, amma evlənim mənasında yox da. Başa düşdüm. Bu da gülümsüyür. Baxırsan ki, bu deməkdir ki, plan qurub. Demək götürür Gürgündən dostluğunu göstərmək üçün deyir ki, bir məclisə gələk, orada evlilik olsun aranızda, evlilik həqiqətən planlayırlar. Orada bütün bu gürcüləri qırırlar, Gürgünü də öldürürlər, onun geyinib girirlər şəhərə, bütün gürcülər orada da qırırlar, bütün o Səfəvələrin dəstəkçilərini. Üsyan başlayır. Çıxır əhalinin onu üsyana başlayır. 5 dənə Səfəv ordusu gəlir, 5000, 6000 azaz ki, bunu saxlasınlar. Hətta Səfəvlər o vəziyyətə düşüb ki,
Şah Hüseyn deyir ki, hər şey razıyam, tək tabe ol təzən. Bağışlayacağam səni. Bütün ərazinə verəcəm, amma mənə tabe ol. Çünki Moğol imperiyasının işə qarışmasından qorxurlar. O vaxt Moğollar çox güclü idi. Övrəngəzbin dövrü idi. Övrəngəzbin ordusu böyük idi. Girirlər beləcə hər hücumu Əfqanlar asanlıqla udurlar. Heç nə eləyə bilmir Səfəvi ordusu. Bir dənə generalı uğurlu olur, onu da həbsə atır bilməyən səhvdən. Mirvayz Hotakxan 1717-də öləndə, 1717 olmalıdır. İllər qarışdırmam normaldır, çünki əzbərləmək bacarığım zəifdir. Orada görürük ki, onun oğlu keçir, birincisi qardaş keçir ya da böyük oğlu keçir, onu bilmirəm dəqiq. Amma o təzədən Səfəvilərə birləşmək istəyir. Çünki ənənəni pozmaq istəmir. Ona görə onu aradan götürürlər anında. Və yerinə keçən bu növbəti Mahmud Hotak xan, yəni onun oğlu Mahmud deyir ki, mən bu arada 23-24 yaşı var. Hücum edir Səfəvilərin üstünə. Qardaş, hər döyüşdə dallar. Hər döyüşdüdür. Orada Gülnabad döyüşü var, çox məşhur bir döyüşdür. Gülnabad döyüşündə Səfəvi ordusu çoxdur, 40 minə yaxındır. Bunlar 18-20 mindir, hətta 10 mindir deyən var, azdılar. Biz tərəfdə ərəb biabırçı döyüşdü. Yəni nə tər olur döyüş? Döyüşdə bizimkilər üstünə çıxır, əzirlər onu. Amma bu arada çox əsas yeri qasırdı. Orada bir şey eşitmişəm deyəcəm. Buyur söylə. Sən danış. Belə bir şey var. Mahmud xan İsfahana doğru gəlir. Bu gəldikdə Şah Hüseyn ordu yığmaq istəyir ona qarşı. Pulu çatmır. Hər dəfə ordunu yığır, orada 50 nəfər. Elə bir dövlət xəzinəsi 50 nəfəri silahlandıra bilir. Sonra yığmaq istəyir, 100 nəfəri silahlandıra bilir. Ordu yoxdur, pulu yoxdur. Orada bir detal var, deyir ki, qılınc yox idi. Yəni dəmir belə qalmamışdı. Çubuq vermişdi əsgərlərinə. Yəni elə bir vəziyyətdədir Səfəvilər. Bu göstərir ki, iqtisadiyyat çöküb. Bu göstərir ki, Qızılbaş əmirlər təbii ki, asanlıqla ordu yığa bilərlər. Yığmırlar, istəmirlər, bəyənmirlər artıq hökmdarı ki, sən nətər idarə eləmisən. Bu da yaxınlaşır, çatmaq üzrədir. Qabağına çıxartdıqları ordu da ərəb bədəviləri belə var orada. Yəni hər şey yığıblar orduya. Döyüşün ortasında sağcınaq üstünlük göstərir və arxada toplar qalır boşda. Bizimkilər döyüşüdən kimi kasıblıqlar deyə düşmən o şərqəsinə hücum edirlər ki, soyğun başlasın. Ümumiyyətlə tərzən Əfqanlar geri dönür, topları dağıdırlar. Orada topları idarə edən fransız Philip Colombdur. O bir fransız Parisə doğulmuş bir artilleristdir ki, ilk Çar Rusiyasına xidmət edib, daha sonra gəlib bizə xidmət edirdi. Həminki o adamı da öldürürlər orada və beləcə Əfqanlar birdən-birə püskürdür Səfəvi ordusunu. Bu hadisə məsələn şeyə də oxşayır. Haçova döyüşü olub Osmanlı ilə Avropalılar arasında. Orada bizim Osmanlı ordumuşlar, burada heç adam yoxdur. Burada da bilmirik. Və beləcə hücum edirlər. Hətta düşün ki, İsfahanı mühasirəyə alırlar, oturub gözləyirlər. Və belə. Niyə? Şeyə görə gözləyirlər. Topları yoxdur deyə işğal eləmirlər İsfahanı. Əfqan ordu o vəziyyətdədir də, yəni. Gözləyirlər ki, ac qalsın. Axırda aclıqdan Hüseyn təslim olur. Sonra Şirazi hücum edirlər. Bax burada da çox önəmli bir detal var. Şirazi hücum edəndə Nəsrullah xan ölür. Yəni Əfqan generallarından biri. Və orada deyir ki, onun aslında ermənilər və zərdüştlər tutdu. Yəni tolerant olduğuna görə. Bu tolerant olması məsələsi nə deməkdir? Artıq bunlara baskı olub deməkdir ki, bunlar Əfqanın tolerantlığına baxırlar. Bilsən, həmin də əvvəl Qızılbaşların ən güclü üstünlüyü bilsən nə idi? İnanclıydılar. Az olmağı, çox olmağı, qoşun qarşı tərəfin nə qədər güclü, nə qədər böyük olmağının heç bir fərqi yox idi onlar üçün. Təbii ki. Şah İsmayılın döyüşü var ki, 12 mindən 70 min olur. Bəli. Ağonar qarşı. Hə, bir döyüş, bir Qızılbaş əskərinə 10 qarşı tərəfin əsgərinin düşdüyü döyüşlər belə olub və o döyüşlərə çox az itki və böyük qısa vaxtda udublar. Bəli. Axıra yaxın bu vəziyyətə düşməyinin səbəbi həm inanclarının bitməyi idi. Bitmək deyəndə düzgün yönləndirməməkdir, sən dediyin kimi. Düzgün yönləndirməmişdi. İkincisi, artıq Qızılbaşların əvvəlki Qızılbaşlar kimi hökmdarlarının olmaması idi. Bəli. Orada bir dənə Şah İsmayıl olsaydı, elə 500 nəfərin Əfqanların içindən burada geri o tərəfdən çıxardı. Dediyin düzdür. Niyə dediyin düzdür? Niyə dəstəkləyirəm? Elə eyni şey oldu. Damğan döyüşündə 20 min, 26 minlik Səfəvi ordusu, yaxşı idarə olunan Səfəvi ordusu 50 mini Əfqan ordusunda atdı. Ona görə Nadir Şah gələn kimi başladı danqadan. Hamısını udma. Məsələ idarəçilikdir. İdarəçiliyin itirib iqtisadiyyat yoxdur. Çubuqla döyüşə göndərirsən. Bu həqiqətən oxuyanda o qədər pis təsirləmişdi ki, çubuqla döyüşə getmək. Və dediklərini utanmışdım mən. Çubuğu bilmirdim, amma o döyüşü toplar söhbətini eşitmişdim, utanmışdım onu eşitdim. Orada bu tarixi gedişat da hər şey ola bilər. Bilirəm, mən Səfəviləri daha çox sevirəm. Ona görə adama ləzzət eləmirdi. Axıra yaxın çatanda belə bir şeylərin olmağı. Ona görə Nadir Şahı sevirəm. Təbii ki, Nadir Şah sevimli hökmdarımızdır. Məsələn, o Mahmudun sonuna olur. 27 yaşında o adam ölüb. Yəni o adama bu arada Fatih deyirlər.
Demədilər də bizə. Çünki bütün İsfahan İran şahı elan edir. Öz bu arada Sultan Hüseyni əsir alır. Sultan Hüseyn ona təslim olur daha doğrusu acılığa görə və söz verir ki, heç nə eləməyəcək. Amma Osmanlı ordusunun Səfəvi taxtını bərpa etməsi rəvayəti tematik. Elə bir şey var. Elə bir məsələyə görə bunu oğullarla birgə öldürürlər. Bir dənəsi Təhmasib sağ qaldı. O da qaçmışdı əvvəlcədən. O qaçanda da Təhmasib yarır qaçır Əfqan ordusunu. Onu saxlaya bilməyən general da Əşrəf xan idi deyə o saxlayamamışdı deyə onu da həbs atmışdı öz qohumuydu. Həmki Əşrəf xan sonra Mahmudu devirir. Bu Mahmudu devirib taxta çıxacaq. Çox maraqlı bir hekayə nətər edir. Mahmud inanır ki, burada cinlər və digər şeyləri idarə eləyə bilər. Ona görə də bu məşhur sufilikdə bir ritual var, Çilla ritualı. Gedir, girir qaranlıq bir otağa, 40 gün orada. Musiqi falan dinləyir, axırda dəli olur çıxır bu adam. Həm də ki, dəri xəstəliyinə. Dəli deyəndə orada bir şey söhbət var. Mən bu cin zat söhbətini çox eşitmişəm onlarda. Ümumiyyətlə Səfəvilərdə də, Osmanlılarda da, hamısında var. Hətta ingilislərdə, Britaniyalılarda da, fransızlarda da bu cin söhbəti var. Normaldır da, yəni paranormal olaylara, vəziyyətlərə. Yəni çox maraqlı deyək, prosta özüm girməmişəm o temalara, amma çünki çox realistik gəlmir insanlara. Bu inanc məsələsidir təbii ki. Bu dərisindən yoluxur xəstəlik, bir yandan da bu normal davranmır deyə bunu da aradan götürürlər və o həminki Əşrəf vardı, o vaxtını həbs atdı, onu gətirib qoyurlar taxta. Bu görürsən ki, Əfqanlar hakimiyyət tutur, onlar da qala bilmirlər. Məsələ iqtisadiyyatdır. Yoxdur. Məsələ institutun dağılmasıdır. Ora sən gətir, kimi sən qoy, hakimiyyətə qala bilməyəcək, dağılacaq. Nadir də bunun sayəsində idarə edir. Bəli, ordu sayəsində. O da ki, elə döyüşlər udub ki, ta ondan sonra idarə eləmədə. Hər şey udmusan. Qan lazım deyil, zəhər ki, olsa. Var Napolyon kimidir o da, nə qədər ordusu var. Napolyon özünü, sən bilirsən Napolyon özünü nadir. Deyir ki, mən Qərbin Napolyonu, Nadir şahıyam. Təbii ki, bu Nadir yaxşı bilir. Şərqin Nadir şahını götürüb. Napolyonun bir yazısı vardı. Və onu deyirəm də, yaz. Elə sənin dediyindən bağlıdır, amma orada bir dənə detal əlavə eləyib. Myanmar var Burma. Orada da bir iç savaş baş vermişdi bir vətəndaş müharibəsi. Söyləmişdi ki, əslində bu Qərbdə baş verən revolyusionların, bir növ bu revolutionların, inqilabların bəziləri bizdən öncə Asiyada olub. İranı və şeyi misal verir, Myanmarı. Çox maraqlı bir detal idi. Prosta tema bizdən nədir? Biz o etapı keçə bilməmişik, onlar keçiblər. Çünki biz tayfa dövlətlikdə tayfalar arası çəkişmələr çox güclüdür. Bir də bir şey deyim, sən dediyin sözdə maraqlı bir şey əlavə edeyim. Məsələn, Osmanlı Səfəvi illər boyu bir-birlərini qırıblar. Bəli. Düzdür? Amma iş orasında ki, pis vəziyyət düşəndə həmişə bir-birinə yardım edirlər. Elədir də. O bir sən nəyə oxşuyur? O Tom Jerry də var. Tomla Jerry dalaşırlar. Bir şey olan kimi belə bir-birinə baxırlar. Elə görüşürlər, başlayırlar kim onlara protivçi onu əzməyə ya. Burada etnik səbəbdir səncə? Mənə elə gəlir ki, etnik səbəb etnik yox, bəlkə də etnikdir, amma mənə elə gəlir ki, bu şeydir də. Yəni bu mənim neçə illik düşmanımdır. Bu mən bunu bilirəm də. Başqası olmasın. Çox qəşəng yanaşdın, çox yaxşı yanaşdın. Onsuz da mən tam bitirəməz indiyə kimi bitirərəm. Bundan yaxşıyam. Bu burdadır, mən burdayam. Məsələn, onu baxırıq ki, indi Osmanlı kimin yerinə əvəz edir? Şərqi Roma imperiyasının, Səfəvilər kimin yerinə? Sasanilərin yerində. Tarixə baxırıq ki, Şərqi Roma ilə Sasani, yəni Roma ilə Sasani 600 ilə yaxın döyüşürlər, 400 ilə yaxın, onda 4. Hunlar gələndə Roma deyir ki, Dərbəndi mən müdafiə eləyim. Düşün. Yəni bu bir-birini qıran Hunlara görə bu deyirəm də Ərəblərə qarşı İslam yüksəlişi. İslama qarşı birləşən elə Roma ilə Sasanilərdir ki, birləşirlər ki, Ərəb ordusunu saxlasınlar Roma. Amma qərbi olan bizə nədir? Həmişə birləşənlər məğlub olur. Yəni bilsən nədir? O birləşmisən də gör nə gündəsən ki, birləşmisən, uduzarsan deməkdir də. Məsələ o da. Həmişə belə olur. Həmişə də çox vaxtlarda təbii ki. Bir də ki bir şey deyim, indi belə bir araya yığsaq, Səfəvilərin çökməsinin ən böyük səbəbi ordunun çöküşüdür. Çünki ordu idarəçilik. Hər şey çökür belə baxanda. İqtisadiyyat çökür, ordu çökür, qızılbaş prinsiplər dağılır, İslam onların düşüncələri. Belə bir saysaq, Türkmən bəyləri motivasiyası azaldı hökumətə qarşı. Dini sektor üstün oldu. Yəni dini sektor Bəyət Dini Məclisi üstünlüyü götürdü. Ondan sonra yenilənmə zəif getdi. Ümumiyyətlə demək ordu zəiflədi. Dünyadakı ticarət yolları dəyişdi, iqtisadi böhran yaşadı. Xəzinəni boşuna xərclədi. Məsələn, baxırıq ki, Şah Hüseyn xəzinəni boşuna xərcləyir. Boş-boş şeylərə də pul xərcləyir. Onu eşitmişdim. Bu məsələlər də var. Yəni əslində Səfəvilər bu durumdan çıxa bilərdi. Bərbad vəziyyətdədirlər, eş işlət məclisləri təşkil etmiş. Meydan tikdirir, nə bilim, nə edir? Yox, infrastrukturları artırır. Infrastrukturun yeri də ölürsən, necə? İnfrastrukturun yeri də qaqa ölürsən. Amma mən sənə yenə sual verməliyəm, çünki bizim vaxtımız az qalıb. Okay. Burada deyəcəyim nəsə qalıb burada. Sadəcə bunu deyim ki, yəni Əfqanlar bu İranı tutanda heç də yumşaq tutmadılar. 80 min adam İsfahanda öldürüldüyü deyilir. Təbii ki, şişirilib 80 min olmaz. Şirazda təkcə 100 min öldürülüb deyilənə görə. Nadir Şahdan sonra Əhməd Şah Durani var. Onun haqqında bilirsən. O general olub onun.
O bu arada şeydir, Nadiri ən sevən adam idi. Hətta öz qohumlarından çox sevirdi Nadiri. Və onun prinsiplərindən orada dövlət qururdu. Gedir sonra da Marat xanı. Və həqiqətən də Hindistanın yox eləyirdi. 3-cü Panipat döyüşündə 1761 olmalı. Onun filmi çəkiblər, özü də çox qəşəng. Çox qəşəng filmdir, hə. Özü də orada ikonoqrafik obraz, konkret Nadir Şah şiiri başa düşürsən nədir? Adam Nadirin xəzinəsini götürür axı bilirsən? Hə, bilirəm. Hə, ona görə də yəni. Hə, amma yəni belə bir şey deyim ki, mən istərdim ki, o gəlib Azərbaycanı fəth eləsin. İnan ki, o Rusiyanı çiliyərdi də. Bilmək olmaz. Çiliyər deyə zəna qəşəng yanar. Gəl keçək şeyə. Mən biraz şeydi, belə əla yanaşdı. Mən ləzzət edir, davam edək. Bəs yaxşı, bu qədər söhbətin içində səncə niyə Azərbaycan birləşə bilmədi? Xanlıqlar dövrünü nəzərdə tutursan. Xanlıqlar dövrü. Çünki birləşdirmək üçün Nadir Şahdan sonradan söhbət edir. Nadir Şah zaten başqa mövzudur. Nadir Şahın həm savaş zəfərləri, həm də qurultay məsələsi var. Onu Çingiz xan eləmişdi, onun qurultayı. Qurultay sənə hüquqi baza, legitimlik verir. Onu elədi. Çox ağıllı adam idi. Yəni bu adam həm hərbi cəhətdən strateji olaraq çox ağıllıdır. Həm baxırsan hər tərəfdə var. Həyatı çox çətin keçib ona görə. Baxırıq ki, Şah İsmayıl. Hə, Nadir Şah kimi, ən az Nadir Şah kimi bir alternativ güc çıxmır İranda. Bizim xanlar deyir ki, güvənmirik. Yəni əslində bilsən mən qınaya bilmirəm. Hüquqi bazası olan, legitimliyi olan bir lider çıxsın ki, bu xanlar onu izləsin. Yəni Azərbaycanda heç bir xan digərini izləmir. Səni qoyaq o xanlardan biri. İnan ki, mən bir xan olum. Sən deyəcək, mən Uğur, sən nəyə görə izləyim? Lazım gələr, qardaşlıq, atışarıq, gedib dönər yeyərik, gedərik döyüşə. Amma sənin mənim kimi məndə, bitdi, getdi. Normaldır xanlıqların elə davranması. Amma bir sən nətərdir? Xanlıqların arasında xarizmatik lider yoxdur, belə deyim. Hə. Xanlıqların arasından biri məsəl üçün güclənir, fikir versən harasa qırılır. Təbii ki, qırılacaq. Keçə bilmir də o səhv. Bəli, keçə bilmir. Məsələn, baxırsan ki, Qubalı Fətəli xan pis deyil, yəni Ümumi Fətəli xan biraz güclüdür, hə, o da pis deyil. Cavad xan amma yəni heç biri o sərhədi keçə bilmir. Keçə bilmir. Çünki aralarında güc fərqi çox fərqli deyil. Eyni səviyyədədir. Amma sən bir şey deyim, Nadir Şah kimi Qubalı Fətəli xan yerində olsaydı naxadı yox eləyərdi. Ola bilər. Yəni mən bəlkə də bir şey deyəm. Mən nəyə görə deyirəm? Çünki bu adam zaten az ordu ilə böyük işlər görüb də. Yəni mən belə təsəvvür edirəm ki, bu böyük ordu, böyük nə bilim şeyə ehtiyac yoxdur. Çox güclü ordu, çox güclü xəzinə. Sən deyirsən taktiki olaraq az qüvvəsinin hamısını udardı, birləşdirə bilərdi, bəlkə də. Ola bilər, niyə də olmasın. Sadəcə bilirsən Nadir Şah kimi şəxsiyyətlər fenomenaldır, az çıxır. Hə, 100 ildə bir. Bütün dünya tarixini oxuyursan, görürsən ki, məsələn Çingiz xandan sonra çox azı çıxır Çingiz xan kimi. Nadirdən sonra azı çıxdı, çıxmadı. Bir də düşə gedir, fikir verirsən. Çünki artıq institutlar önəm kəsb eləyir. İnsan şəxsiyyəti yox. Bu çox əsas detaldır. Yaxşı ki də belədir. İnsan şəxsiyyəti önəmlidirsə, bil ki, o şəxsiyyət öləndən sonra ölkə çökəcək. Amma institut önəmlidirsə, institutun ömrü insan ömründən uzun olduğuna görə gec çökür. Ona görə deyirəm də, ideya söhbəti var. Bu arada Şah Hüseynin bu radikallıq dövrü təkcə Səfəvilərə məxsusi deyil. Həm də Moğol imperiyasında övrən gəzib 1707 taxta çıxır. O da başlayır sünniliyi qabartmağa və digər qeyri-sünniləri, xüsusilə də zərdüştləri və hinduları sıxışdırmağa başlayır. Maratha dövləti eşitmisən, bayaq eləcəkdin, Duranın Maratha birdən-birə niyə yüksəlir? Buna reaksiyadır, reaktiv yüksəlirlər. Olur ki, mən niyə görə inancıma görə sıxışdırırsan? Vidşapur mərkəzidir. Birdən-birə Cənubi Hindistan cənub-qərbində çıxırlar, darmadan ellər Moğol ordusu. Bu tərəfdən Rajasthan üsyan qaldırır. Sonra Qurular üsyan qaldırır. Onların digər adını deyəndə həmişə pis tələffüz edirəm. Ona görə deyəm. Hə, bildin də hansı dindir. Mən də deyəm. Onun adını çəkməyək. Hə. Ümumiyyətlə bu Rajput yüksəlişidir. Quruların yüksəlişidir, Maratha yüksəlişidir. Bunun səbəbi övrən gəzbdir. Niyə? Üsyan qalxır. Neynəməlidir? Böyük ordu saxlamalıdır, üsyan yatırsın, iqtisadiyyat öləcək. Cizyə ilə onun qabağını ala bilmərsən, cizyə vergisinin qeyri-müsəlmanların alınan verginin. Moğol imperiyası da eyni səbəbdən çökür. İndi burada bir tarixşünaslıq aspektindən baxaq. Səfəvi də bu siyasəti yürüdür, Moğol da. Burada nəsə bir səhv var ki, ikisi də bu radikallaşıb da. Bax, bunu tapmaq artıq bir tarixçinin işidir. Mən düşünürəm ki, qərbində təsir var, qərb güclənir. Bunlar geridə qaldıqca düşünürlər ki, dinə yaxşı sarılmırlar deyə geridə. Mən sən bir şey deyim. Düzdür, bundan bir müddət, çox az müddət sonra aiddir. Amma mən düşünüb təxmin edirəm ki, böyük ehtimal əvvəldə də olub. Bu sadəcə biz bilmirik. İngiltərədə şərqdəki dövlətləri çökərtmək üçün bir nazirlik yaranır. Və nazirlikdə o uşaq dövründən 17-16 yaşına kimi uşaqlar yetişdirilir. Onlara Quran, ərəb dili və digər şeylər öyrədilir və daha sonra təyin edilmiş şəhərlərə göndərilir. Məsələn, Məkkə, Mədinə, Şam, nə bilim Təbriz və s. və ilə axır hamısına. Onlar orada gedib hər hansı bir şeyxin yanında mürid olaraq girirlər və
50-60 yaşına, hansı ki o şeyxlik rütbəsinə çatana qədər orada səssizcə qalırlar. Qaldıqdan sonra onlar İslami gücdən istifadə edib yalançı fətvalar verirlər. Baxırlar dövlətin vəziyyətinə, mən neynəsəm dövlət çökə bilər falan. Ona uyğun. Çünki o dövrdə din güc idi. Təbii ki, o dövrdə din ən böyük güc idi. Bununla bağlı mənbə olarsa paylaşırsan. Var, mənbə var. Paylaşarsan, maraqlı gəlir. Mənbə var, amma nəysə deyərəm sonra. Orada elə bir dənə detal var. Həmin o yetişdirilən şəxslərdən biri belə bir şey yaşayıb. Təsəvvür elə gəlib birinin yanına, indi adını demirəm, söhbəti çox uzatmıram, amma belə bir hadisə baş verib. Gəlib birinin yanına girib, 50 ilə yaxın yanında qalıb. 50 il yanında qalandan sonra gecə bir gün yuxudan gəlib durub gəlib şeyxə deyib ki, mən yuxuda gördüm peyğəmbər ki, bəs deyir sən üsyan eləməlisən. Hə, yəni içinə sızır, özün kim bilməsə, o Ərəbistanın Lavrus məsələsidir. Hə, az sonra 50 il və üsyan edir sonra. Maraqlı məsələdir, çox maraqlı məsələdir. Və bu konkret bunu İngiltərə arxivləri açıqlayır. Bu arada sən bir şey deyim, dini üsyanlar təkcə o dövrdə bu şərq dövlətlərinə məxsus hər deyil. yerdə çıxır. Məsələn, Fransada 14-cü Ludovik var, məşhur Günəş kral. Onun Nant fərmanını ləğv eləməsi məsələsi var 1699-da. Nant fərmanı səhv etmirəm 99-dur, yəni 1600-cü ilin axırı. Nant fərmanı nədir? Hügenotlar adında bir kalvinist cəryan var. Bu kalvinist cəryanı katolikləşdirmək üçün, bax düşün 1 milyon yaxın adamdır, bunlar katolikləşdirmək istəyir. Bunlara qarşı bunların son şansları olan Nant fərmanı ləğv edir və deyir ki, ölkədən çıxa bilmərsiniz. Yəni ya katolik olacaqsınız, ya öləcəksiniz. Bunlar da ölkədən qaçırlar və bunlara çox bazarlı insanlar, sənətkarlar çox çıxır da, bilirsən elə qrupların həmişə uğurlu adamlar çox çıxır, bunu tuturlar axı. Ona görə bir-birinin kiçik topun bir-birini daha çox tutur. Yarısı qaçır İngiltərə, yarısı İsveçrə, Almaniya və beləcə Fransadan qurtular. Düşün, mən bunu Fransa deyib 18-ci əsrin əvvəllərində. Yəni nəsə o dövrdə var. Ya da ki, dünya iqtisadiyyatı çökür deyə bu bəxtinin immunitet məsələsi. Məncə hər ikisinin təsiri var. Hər ikisinin təsiri var. O 100% ki, bir dənə qurum var bunları. Məsələn, necə templerlər nətər idi? Yəni Aysa bildim səndən, yəni orderlər var da. Orderlər var da, xüsusi gizli idilər, sonra qız gül və xas təşkilatı zaten. Bəli. Belə şeylər də məsələn. O məsələ çox maraqlı gəlmişdi mənə, ona görə söylədim. Bir də məclisi ilə bağlı son fikrimi də deyim. Məclisin nəyə xoşum gəlmir? Mən xoşum gəlmir, önəmli deyil. Adam həqiqətən uğurlu bir adamdır, yəni işini gördü. Şübhəsiz. Dini məsələlər var, moizələrdir, dini mərasimlərdir. Onlar ərəbcədən farsçaya çevirir. Ki, əhali anlasın, İran regionunda. Düşünə bilsən bunu? Yəni, bu şiəlikdəki bir çox detalın ondan gəldiyi, bugünkü o İrandakı hakimiyyətin belə institutu təməlinin onun dövründə müəyyən qədər formalaşdığı deyilir. Çox qəşəng bir məsələ idi. Sonra da bunu Şah İsmayıl üstünə yıxırlar. Bax, məsələ budur. Məclisinin dövründədir. Bunu istənilən adam araşdırıb asanlıqla tapar. Adam deyir ki, gəlir hökuməti tutur. Bu mundar adam gəlsin belə bir. Şah Hüseynin dövründə. Yenə mundar dedim ha. Şah Hüseyn hakimiyyətə gələndə bütün şərabı tökür, çayazat belə məsələlər var. Hamısının məclisin təsiri var. Məclisi ərəb dilinin yox, fars dilinin önünə çəkir. Burada da görürük ki, artıq dini sektada, bax bir əvvəl nə idi? Qulam sektası itələmişdi, qızılbaşları. Tacik sektasının gücü satmırdı. Tacik sektası da əslində bizim kimi qırağa atılmışdı. Üstünə bir dənə dini sektor itələyir. Bir dənə düşün vəziyyətə. Məsələn, bizə Şah İsmayılın gürcülərdən xüsusi taburu var idi. Təbii ki. O ham gürcülər ümumiyyətlə istifadə olunub. Yəni bu gürcülər qəşəng döyüşürmüş də. Dağdan, Qafqazdan gəlir. İndiki UFC döyüşçüləri var. İlya Topur yazadığından bəllidir. Qulaqları qırıq elə gəlir. Ümumiyyətlə Qafqazlar möhtəşəm döyüşçülərdir. Çərkəzlər Misirdə önəmli məmləklər oldu. Romanın 12-ci legionu yox eləyən şeylərdən. Yəni elə belə çox düz deyirsən. Yəni Qafqazlar möhtəşəm döyüşçülərdir. Mən xoşuma gəlir onlar. Bir də detal deyim. Bunu bilirsən də. Nadir Şah saxlayıblar. Saxlayamayıblar da. Yəni çalışıblar. Saxlayıblar. Nadir Şah saxlayıblar bir dəfə. Nadir gedib 300 min qoşun yığıb gəlib dağıdı. Amma 300 minlə gəlib də. Əjdaha ilə gəlsəydin. Nadir Şah əslində Nadir Şah yox, İbrahim qardaşını göndərir. Qardaşını dayandırırlar, öldürürlər falan hazır nəsə. Nadir Şah deyib bir dəqiqə deyəndə siz leveli keçdiniz. Prosta bunun qoşunu şeydə Orta Asiya döyüşçüləridir. Yəni dağ döyüşçüləri. Dağ döyüşçüləri deyil. Əslində düz deyirsən, Qafqazlılar hücumda uğurlu deyil, müdafiədə yaxşılar. Müdafiədə uğurludur. Nadir Şah gəlir, heç şey çıxmır qabağına. Ancaq qala müdafiə edir. Qala da sıldırımlarda falan filan nə yatdığı yerdə gezi ilə gələr, arxadan gəlirlər, adam öldürürlər, qaçırlar gəlir. Hə, çox bəsit. Onu Afqan deyilir, Qafqazda. İkisi də dağlıqdır. Amma prosta Nadir Şah belə pis sımasını keçmir də. Nadir Şah elə elədiz, yaxşı. Təsəvvürlə bir dənə döyüşü var onu deyim. Qalanı mühasirə edir, daha əvvəlki qalan mühasirəni arxadan dağdan çıxıb şey edirlər. Gecə ilə girib basqın verirlər. Nadir Şah da bunu yadda saxlayır. İkinci dəfə gələndə yenə həmin yerə hücum edir. Ordunu iminlə həmin yerdə saxlayır. Bilir ki, arxadan yenə gələcəklər və qarşı tədbir alır.
Hə, tələsinə Tələsinə tələ qurur. Tələsinə tələ qurur. Nadir Şah deyir bu şey. Bunlar gəlirlər arxadan çıxanda, bunlara burada qoyduğu qoşun bunların başını qatmaq üçündür. Birbaşa qalanın üstünə gecə ilə hücum, qalanı yerlə bir eləyir. Amma Nadir Şah həqiqətən əhalini də qırır orada. Çünki əhali orijinal terrordan istifadə edirdi. Çingiz xanın Əmir Teymurun elədiyini eləməyə başladı. Bilirsən də, özün Teymura oxşadırdı. Deyirlər ki, onun kimi piramida, kəllə piramidası quruldu. Düzəldib olsun. O nəvəsinin adını Şahrux qoymuşdu. Teymur. Elə idi də zaten. Nadir Şah zaten terrorla idarə edirdi dövləti. Yəni tabe olmadın əhali qarışıq qırıram. Və belə idi. Düzdür. Əgər bir toplumu sən qorxu ilə idarə edirsənsə, o toplumda artıq legitimlik. Amma qəribə odur ki, Nadir Şah heç qınamır. Legitimliyin yoxdur demək. Qardaş, bilinən səhvlərdəndir də. Hə. Hətta bilirikdən nəyə görə qınamırlar. O əslində hədəfə alınan insanı bir dənə psixologiyada bir məsələ var. Deyir, bir nəfəri bəyənmirsən, sonra stəkan tutması belə səni qızıqlandırar. Qəşəng sözdür, qəşəng. Ona görə nə hərəkət atsa, Şah İsmayıl istəyir qızıl almanı gətirib bizə versin. Nadir Şah İsmayıl nəsə roman alsa yenə deyəcəklər. Yox, məsələ qaçılmaz. İnsan beyni problem yaratmır. Xoş gəlir problem tapmaqda, yəni bəhanə yaratmır. Amma bununla bağlı Şah İsmayılın qəşəng bir sözü var. Hə. Deyir, arxasınca 40 köpək öldürməyən bozqurt deyil. O bir nə zor sözdür. Qaqa Twitter olsaydı partladar deyə dövrdü. Təzəmə Twitter Şah İsmayıl yazır, oturub belə 40 köpək hörmüşsə, demək ki bozqurt. Qızılbaş ofisa. İşdən belə. Qızılbaş ofisa. Qızılbaş ofisa. Qızılbaş.az. Sortu da inanırsan. Ay özüm ölüm. İndi başqa nə sual qaldı? Başqa məncə bir dənə sual var, amma mən gələn vaxta saxlaya bilərik. Nədir? Ruslar məsələsidir. Hə, Ruslar məsələsi. Ha, o heç də səvi çökdü. Necə oldu ki, Rusiyanın işğalına məruz qaldı? Hə də, ümumiyyətlə sən bir şey deyil. Mən belə düşünürəm. Əslində burada çox güclü mərkəzləşdirilmiş bir dövlət qurulsaydı belə, bir türk dövləti, yəni türklərin elitası yerində uğurlu olsaydı belə, məncə Ruslar saxlaya bilməyəcəkdi. Çünki Ruslar qərbdən aldığı texnika ilə nətər gəlirdisə. Mən sənə bir şey deyim, Nadir Şah qalsaydı. Nadir Şah bilmirəm, yəni yenə deyirəm. Mən təsəvvürən Nadir Şah 20 il çox yaşayır. Yenə deyirəm, bax. Amma Yekaterina yazdığı məktub bilirsən də, gəlib fəth edəcəm zət. Rusiyanın işğal etmə planı var idi onun. Hətta sözünü kəsirəm, çox üzr istəyirəm. Prosta yaddan çıxacaq. Bu Nadir Şah hətta ölməmişdən qabaq planı bilirsən nə idi? Qoşun toplayırdı, Rusiyaya hücum eləsin. Şeydir, Əmir nə demişdi ki, bu bizim şimalımızdakı ruslar çox gücləniblər. Onlar 100% bizə hücum edəcəklər də. Yəni indidən biz onlara gedib məğlub eləməliyik. Hətta çadırın qurdurur, orada deyilənlərə görə orada Rusiya işğal planı, Rusiyanı zəbt etmə planı qurulmuş. Ki, niyə? Çünki Rus düşməndir, Dağıstan var ortada. Bu Dağıstanı fəth edir. Dağıstan niyə fəth eləsin? Dağıstanın üsyan qaldırıb deyə. Tamam. Sərvələrin torpağı idi axı o da. Yox da, Şərqi Gürcüstan idi, onun torpağı. O Qaqagistan da onun idi. Məsələn, Şirvanı hücum eləmişdi Ləzgilər. Niyə? Çünki Şah Hüseynin idarəsində. Tamam da, yəni 300 min qoşunla gedib oranı fəth etməkdənsə. Mən düşünmürəm ki, İrana Rusiya 300 mindən girər. Çünki o qədər ağılsız deyil. Yox, ondan girməzdi. Ya məncə yavaş-yavaş fəth eləyirdi. O şey fikirləşirdi də, Orta Asiyanın yuxarı hissəsindən gedib, yəni Xəzəri Orta Asiya boyunca Xəzəri daxili göl eləmək planı var idi. Ola bilər, amma mən düşünmürəm. Həştərxana zətdə o idi, çətinlikdir oralar. Yəni Kuban çöllərini keçməlisən, həm girməlisən. Orada əslində ordusu uyğundur Nadir. Niyə? Ordusu uyğun idi da. Köçərdi axı. Köçəriblər. Oralarda məsələn. Yəni Nadir Şahın planı bu idi əslində. Məsələn belə deyirsən, istəyirəm ki, Empire Total War 2-ni yükləyim yenə. Empire Total War 2-də orada səhvləri seçim girib bunu. Mən düşünürəm ki, mən Həştərxana çıxarmaq. Məncə Nadir Şah çox rahat fəth eləyərdi Rusiyanı. Mən bilmirəm, yəni bir şey deyəmərəm. Səncə eləməzdin? Gərək araşdırma onu. Çünki məsələn Rus ordu tipinə baxım, buna baxım. Əslində Rus ordusuna qarşılaşsa Nadir Şah bir dənə ultimatum göndərir ki, mən gələn kimi Xəzəryanın sahələri boşalsın, Ruslar heç nədən çıxırlar oradan. Düzdür. Mən də deyərdim. Yəni də təsəvvür elə. Pul ayırmamalıdır o sahəyə. Amma belə baxanda niyə udmasın ki? Əgər uda bilər, yox bir şey deyir, amma davamiyyəti olacaqmı? Şey var, Abbas Mirzə var. Abbas Mirzə Nadir Şah belə pis təsirə barmağa qədər döyüşçüdür də. Sən niyə bu qədər sərt danışırsan? Yox, Abbas çox güclü döyüşçüdür, çox güclü strateqdir, Qacarların ən güclərindən biridir. Amma yəni Nadir Şahın qiyaslanacaq biri deyil də. Və əgər o udubsa Rusları, döyüşü udub da, yəni var. Müasirləşdirilmiş nizam cədidlərini, yox onu udur. Düz deyirsən. Elə ilk başda udur, amma ilk başda udduğu bir döyüş var. Yəni orada sən xırda detallara görə udusur da. Yəni udduğu döyüşlər də var. Udduğu döyüşlər sən niyə udur? Napolyon da o tərəfdən Rusiyaya girib bax. Olsun, amma yəni ordu nisbəti çox böyük fərqli deyil. Nəyi demək istəyirəm? Yəni ordular döyüşəndə, yəni biri var 20 mindən şey udmayıb ki, 100 min udmayıb ki. Həm iqtisadiyyat tab gətirməz.
O iqtisadiyyat, yəni bu iqtisadiyyata səhv Nadir olsun. Şahın. Səhvlərin ümumiyyətlə Hə, qızılbaşların iqtisadiyyatı tabii gətirməz. İkincisi, ordunu həll edən döyüşdən çox bilirsən də təchizat təminat sistemidir. Onu da çatdıra bilməz. Çünki o boyda orada o təchizat, o yollar yox, infrastruktur yox. Rusiya ilə döyüşmə. Amma Rusiya çatdıra bilər çünki qərbdən davamlı aldığı texnikalar var, texnologiya var. Qərbdən aldığı texnikalar bizim üstümüzə tətbiq eləyir. Rusiyanı tamam fəth eləmək. Yox, 2-3 döyüşdə ola bilər. Məsələn, bax Mən deyirəm ki, ən azından yuxarı hissəni bayağı genişləndirərdi. Ya da ki, hücumu saxlayardı, çox uğurlu formada, o da ola bilərdi. Amma bunlar hamısı spekulyasiyadır, yəni biz dəqiq bilmirik. Amma mən bir şey deyim, yəni mənim görə Rus işğalı qaçınılmaz idi. Yəni biz burada bu yəni nadir şəxsi səhv, o da variant. Nizam da olsa, Qacarlar çox güclü, sistematik olsa belə bir müddətdən sonra çökəcəkdilər. Yəni mən bunu bilirdim. Mən bunu inanıram buna. İnansın, bilmirəm, inanıram. Məncə güclü bir lider olsaydı, Rusiyanı işğal eləməsə belə hücumların saxlamaq bacarığı olacaqdı. Çünki ingilislər artıq ruslardan narahat idilər, ən azından onlarla müttəfiq olacaqdı. Və yaxud qərblə başqa dövlətlərlə müttəfiq olacaqdı. Təsəvvür et ki, Azərbaycan güclü bir dövlət var, Nadir Şah var. Napoleon Rusiyaya girib. Baxır hansı? Onunla müttəfiq olub bir dənə girsə Rusiya qalmayacaqdı ki, onsuz da. Eyni anda 2 dənə Napoleonla bərabər biz giririk. Bir dənə təsəvvür elə. Rus qalar ala. Napoleon istəyir də Qacarların həmin şeyi. İngiltərə daha çoxunu təklif eləyir deyə Qacarlar İngiltərə tərəfini seçdilər. Yox, amma girsə də girir. Zarafat eləyirəm. Onsuz da gücü yox idi çox. Yox, heç nə eləyənməzlər. Heç eləyənməzlər. Yox, müharibə məncə elə bir. Mən ona görə deyirəm ki, Nadir Şah kimi biri olsaydı, orduda Napoleon olsaydı, ikisi eyni anda girsəydi, hər nəsə olardı. İran ordusu, Səvi ordusu, Azərbaycan Qızılbaş ordusu, bu dediyim bütün ordu bu orduda. Sən o bu ordu ilə düşünmə də. Nadir Şah varsa ordu əlbəttə güclü olacaq. Ordunu düzəldəcək də. Orqanizasiyalı bir sistematik ordu olsaydı, hə, razıyam. Təbii ki, o güclənir. Nadir Şah zəmbirəkləri görüb qəşənglik götürüb, fili görüb qəşənglik götürüb. Əmir Teymur kimi orada nə var, onu düzəldən adamdır. Əmir Teymur nətər də şahmatı gəlir, oynayır. Bu şahmat xoşuma gəlmədi. Teymur Satranzı deyə bir şey çıxardı. Bu arada temanın maraqlı məqamı budur da. Sərdən tarix danışırıq. Bundan sonra keçmiş illərdə deyirik. Eynən. Mən də tarixin qaymaq hissəsi. Məncə yekunlaşdıraq. İnşallah gələn dəfə də bunun davamını çəkərik. Çox xoş oldu səninlə uğur söhbət. Yəni inşallah əgər yaxşı olsa, bəyənsələr biz bunu davamlı şəkildə yenə edərik. Ta ki sən gedənə qədər. Oldu. Bir həftəyə gedirəm, yəni çox vaxtımız var. Uğurlar. Sağ olun. Oldu. Sağ olun. Təşəkkürlər.